Salam əziz MQB sertifikasiyaya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə texnologiya fənni üzrə 5 icmal nümunəsinin izahlarını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib, şərh yazmağı, paylaşmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Keçən mövzuları. Birinci mövzumuz oduncaq hissələrinin birləşdirilməsidir. Standartımızı metodik vəsaitdən götürürük. Birinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı, yəni 1-1-1 və yaxud da 1-2-2 demirik. Birinci məzmun xəttinin ikinci əsas standartının ikinci alt standartı. Yəni əsas məzmun xəttini bilməkdir. Çünki orada sual verə bilərlər ki, bu bir nədir? Sən deməlisən ki, texnologiyanın bu məzmun xəttləri var və bu bir rəqəmi həmən məzmun xəttinin birinci məzmun xəttindən uzlaşır deyib bu bir rəqəmindən başlayır. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş ardıcılığını müəyyənləşdirir. Standartımız budur. Məqsədimizi düzdür. Burada çox vermişəm, amma siz 2-3 dənə və 4 dənə də götürə bilərsiniz. Sadəcə mən bir neçə versiyada verirəm ki, kimə hansı rahatdır onu götürsün. Yəni hamıda standart olmasın. Oduncaq hissələrinin birləşdirmə üsullarını sadalayır, sadə praktik birləşdirmə işi yerinə yetirir, mismar şurupun quruluşunu izah edir və s. İnteqrasiyamızı riyaziyyatla eləmişik, təsvir incəsənət və həyat bilgisindən. Riyaziyyatla ölçmə uzunluq məsafəyə görə əlaqələndiririk. Məmulatın xarici görünüşü fikrinə görə təsvir incəsənətlə əlaqələndiririk. Əmək və təhlükəsizlik mədəniyyətinə görə də həyat bilgisinə. İş formalarda kollektivlə iş, qruplarla iş, cütlərlə, fərdi, indi mən burada 4-ünü də yazmışam, amma siz 1-2 dənə yazsanız kifayət eləyir. İş üsulları, beyin həmləsi, problem situasiyası, nümayiş, praktik iş, müqayisə, mikrofon və s. Resurslarımız oduncaq parçaları, mismar, şurup, çəkic, vint açan, kəlbətin və s. resurslarımızı qeyd edirik. Dərsin gedişi induktivdir, yəni yeni dərsi, təkrar dərslərə deduktiv deyirlər. Özüm bunları qısa-qısa vurğuluyuram ki, özünüz yəni araşdırıb istədiyiniz fikirləri əlavə eləyəsiniz. Sadəcə gedişatını biləsiniz deyə bu hissələri sizə vurğuluyuram. Deməli, motivasiyada müəllim 2 ayrı oduncaq hissəsini göstərir və soruşur. Bu 2 taxta hissəsini bir-birinə necə möhkəm birləşdirə bilərik? Şagirdlər müxtəlif cavablar verirlər ki, mismarla, şurupla, yapışqanla. Müəllim mismar, şurup və yapışqanı göstərərək soruşur. Bunların hamısı eyni üsulla istifadə olunurmu? Beləliklə mövzuya maraq yaradılmış olur. Və tədqiqat sualı ortaya çıxır ki, oduncaq hissələrini hansı vasitələrlə və hansı ardıcıllıqla birləşdirmək olar? Öyrənmə fəaliyyətini bir neçə istiqamətdə vermişəm mən. Siz 1-2 dənəsiniz eləsəz kifayət eləyir. Sadəcə mən bir neçə versiyada verirəm. Məsələn, oduncaq hissələri necə birləşdirilir? Müəllim 3 əsas birləşdirmə vasitəsini təqdim eləyir. Mismar, şurup, yapışqan. Və oduncaq hissələri mismar, şurup, yapışqan arasında əlaqəni müəllim göstərir. Mismarla birləşdirmə, müəllim mismarı göstərir. Mismar 3 əsas hissədən ibarətdir. Başlıq, mir, uc hissə. Mismarla işləyərkən əvvəlcə vurulacaq yer nişanlanır. Adətən nazik detal, qalın detalla mismarlanır və s. və ardıcıllığı göstərir. Mən əsas yerdən vurğuluram. Özünüz buradan istədiyiniz istiqamətə yönlənə bilərsiniz. Təhlükəsizlik qaydası, çəkiçlə oynamaq olmaz, əyilmiş mismar zorla vurulmamalıdır, iş yeri səliqəli saxlanmalıdır və s. Şurupla birləşdirmədə isə müəllim mismar və şurupu yanaşı göstərir və soruşur. Bu iki bərkidici detalın fərqi nədir? Və onların fərqini şagirdlərə nümayiş elətdirir. Şurup başlıqları yarımdairəvi, gizli və yarım gizli ola bilər. Yəni, müəllim, belə deyək də, bir neçə versiyada bu vəsaitlərlə şagirdləri tanış edir. Mismar və şurup müqayisə et. Məsələn, mismar çəkiclə vurulur, şurup vintaçanla vurulur və s. Bunların arasında fərqlər göstərilir. Yapışqanla birləşdirmə, iş ardıcılığını müəllim göstərir. Problem situasiyasında müəllim 3 vəziyyəti təqdim edir. 2 nazik taxta hissəsini tez birləşdirmək lazımdır. Sonradan sökülməsi mümkün olan daha möhkəm birləşmə lazımdır. Məmulatın səthində mismar və ya şurup başlığının görünməsi istənilmir və mümkün cavablar mismar, şurup, yapışqanla yönlənməlidir. Praktik işdə isə 2 oduncaq hissəsini birləşdir deyə şagirdlər müəllimin nəzarəti altında bu işi icra eləyirlər, mərhələlərlə
hissələrlə olur. Birinci mərhələdə iş yerini hazırlayırlar. İkinci mərhələdə oduncaq hissələrini düzgün birləşdirirlər. Üçüncü mərhələdə birləşdirmə yerini nişanlayır. Dördüncü mərhələdə müəllimin müəyyən etdiyi üsulla hissələri mismarla, şurupla və yapışqanla birləşdirirlər. Beşinci mərhələdə hazır birləşmənin möhkəmliyi və səliqəsini yoxlayırlar. Sonra səhvi tapdı, situasiyalar müəllim verir, qrup işi verir, 4 qrupa ayırır. Hər qrupa bir ad verir, mismar, şurup, yapışqan, təhlükəsizlik. Hərəsinə bir iş tapşırır. Məsələn, mismara deyir ki, mismar qrupuna, mismarın quruluşu və mismarla birləşdirmə ardıcıllığını izah elə. Yapışqan qrupuna deyir ki, yapışqanla birləşdirmənin iş ardıcıllığını hazırla. Və refleksiya gəlir. Refleksiyada mikrofon iş üsulundan istifadə olunur ki, bugün öyrəndim ki, oduncaq hissələri nöqtələr vasitəsilə birləşdirilir. Ən möhkəm birləşmə üçün mən nöqtələr seçərdim. Yəni, şagirdlərə öz fikrini demək hüququ verilir. 3-2-1 iş üsulunda isə 3 oduncaq hissələrinin 3 birləşdirmə vasitəsi müəyyən olunur. 2 təhlükəsizlik qaydası, 1 düzgün iş ardıcılığı qeyd olunur. Və qiymətləndirməni 4 səviyyədə aparırıq. Birinci səviyyə şagird müəllimdə dəstəyi ilə mismar, şurup, yapışqan tanıyır və çalışan hər birinə konstruktiv rəy verin. Çünki orada əsasən konstruktiv rəy istəyirlər. Konstruktiv rəydə birinci müsbət tərəfi vurğuluysan, sonra onun hansı istiqamətə yönləndirmək lazımdır onu. Konstruktor sözündən gəlir. Yəni, quraşdırıcı, qurucu, müəllim inkişaf etdirici rəy verməlidir. Məsələn, oduncaq hissələrini birləşdirən əsas vasitələri tanıya bilirsən. İndi mismarın çəkiclə, şurubun isə vintaçanla istifadə edildiyini düzgün fərqləndirməyə çalış. Məsələn, 3-cü səviyyədə şagird uyğun birləşdirmə üsulunu seçir, iş ardıcılığını düzgün izah edir və təhlükəsizlik qaydalarına əməl etməklə praktik iş yerinə yetirir. Bu qiymətləndirmə səviyyəsidir. Buna deyə bilərlər ki, necə konstruktiv rəy verə bilərsən? Sən deməlisən ki, birləşdirmə üsulunu düzgün seçir və iş ardıcılığını yerinə yetirirsən deyərəm şagirdə. Hazırladığın birləşmənin möhkəmliyinə və səliqəsinə daha çox diqqət yetir deyə vurğulayaram. Və dərsin yekununda müəllim soruşur ki, oduncaq hissələrini hansı vəsaitlərlə vasitələrlə birləşdirə bilərik. Şagirdlər ona cavab verir ki, oduncaq hissələrini mismar, şurup, yapışqan vasitəsilə birləşdirə bilər. Vasitə məmulatın quruluşuna və tələb olunan möhkəmliyinə uyğun seçilməlidir və yadda qalan yekunda vurğulamışam, ona da baxa bilərsiniz. Keçək ikinci icmalımız tərəvəz yeməklərinin hazırlanma texnologiyasıdır. Birinci məzmun xəttinin 3-cü əsas standartın 1-ci alt standartı verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlayır və bir neçədən standart verir, yəni 2-3 standart kifayət edir. Və məqsədimizi seçirik, tərəvəzlərin qidalanmada əhəmiyyətini izah edir, salatın hazırlanma ardıcılığını müəyyən edir, hazır yeməyin estetik şəkildə tərtib edir və s. İnteqrasiyanı biologiya ilə eləyirəm, tərəvəzlərin insan sağlamlığı üçün əhəmiyyəti, kimya ilə əlaqələndirirəm, qida maddələri, vitaminlər, riyaziyyatla əlaqələndirirəm, məhsulların miqdarının və nisbətinin müəyyənləşdirilməsi, həyat bilgisini əlaqələndirirəm, sağlam və düzgün qidalanma. İş forması da bayaqki kimi kollektiv, qrup, cütlərlə fərdi iş istədiyinizi seçə bilərsiniz. Beyin həmləsi iş üsulundan istifadə edən praktik iş, mikrofon, müzakirə, anlayışın çıxarılması və s. Resurslarımız da dərslikdir, pomidor, xiyar, kök, göyərti, kəsmə taxtası, bıçaq, iş vərəqləri və s. Motivasiyada müəllim müxtəlif tərəvəzlərin şəkillərini və özlərini nümayiş etdirir. Pomidor, xiyar, kök, kartof, kələm, göyərti. Siz hansı tərəvəzləri tanıyırsınız? Tərəvəzlərin insan orqanizminə hansı faydası vardır? Şagirdlərin cavabları lövhədə qeyd olunur. Sonra müəllim hazır salat şəklini göstərərək soruşur. Bu tərəvəzlər süfrəyə gələnədək hansı mərhələlərdən keçir? Və tədqiqat sualı ortaya çıxır ki, tərəvəz yeməklərinin hazırlanma texnologiyası necədir? Və öyrənmə fəaliyyətində nələr vurğulayırıq? Tərəvəzlərin əhəmiyyəti, sonra tərəvəzlərin ilkin emalı, məsələn, seçmə, yuma, təmizləmə, yenidən doğrama, tərəvəzlərin isti emalı, məsələn, qaynama, qızartma, buğda bişirmə, problem situasiyası, sonra salatın hazırlanma mərhələləri necə olar? Yəni, burada bir neçə versiyada, mən bir-bir hamısını oxumuram, indi özünüz diqqət eləyərsiniz. Yəni, bu öyrənmə fəaliyyətində bunları izah edə bilərsiniz. Məsələn, sanitar gigiyena qaydaları işə başlamazdan əvvəl əllər yuyulmalıdır, önlük və saç örtüyündən istifadə olunmalıdır, bıçaqla təhlükəsiz iş, bıçağı özünə tərəf yönətmə, bıçağı əlində yerləmə və s. Praktik işdə tərəvəz salatı şagirdlər qrup şəklində
2-3 komponentli sadə salat hazırlayırlar. Məsələn, yay salatı və s. Səhvi tap, məsələn, öyrənmə fəaliyyətindən istifadə edirəm. Şagird tərəvəzi yumadan doğrayır. Səhv nədir? Tərəvəz əvvəlcə yaxşı yuyulmalıdır. Sonra qrup işidir. 4 qrup ayırıram. İlkin emal, isti emal, salat, təhlükəsizlik qrupları. Məsələn, ilkin emala tərəvəzlərin ilkin emal mərhələlərinin ardıcılıqla göstərilməsini tapşırıram. İsti emala tərəvəzlərin isti emal üsullarının sadalamasını tapşırıram. 3-cü qrupa salat qrupuna 2-3 komponentli salatın hazırlanma texnologiyasını təqdim etmələrini tapşırıram və 4-cü qrupda da təhlükəsizlik, mətbəxdə sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını hazırlamasını tapşırıram. Refleksiyamda mikrofon 3-2-1 ilə edirəm. Siz çıxış biletindən, başqalarından da eləyə bilərsiniz. Və qiymətləndirməm də 4 səviyyədə aparıram. Hər birinə də konstruktiv rəy verirəm. Məsələn, ikinci səviyyəmdə şagird tərəvəzlərin ilkin emal mərhələlərini müəyyən edir və müəllimin dəstəyi ilə sadə salat hazırlayır. Buna necə konstruktiv rəy verə bilərik? İş ardıcıllığını düzgün müəyyən edirsən. İndi salat hazırlayarkən sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına daha diqqətlə əməl etməyə çalışmalısan deyə vurğulayaram. Məsələn, 4-cü səviyyədə hazırlanma texnologiyasını sərbəst tətbiq edirsən, gigiyena qaydalarına düzgün əməl edirsən və yeməyi yaradıcı tərtib edirsən. Müxtəlif tərəvəzlərin dad, rəng və qida dəyərini nəzərə alaraq yeni salat variantları hazırlamaqla bacarığını daha da inkişaf etdirə bilərsən. Yəni, onu həvəsləndirirsən və istədiyin istiqamətə də yönəldirsən. Dərsin yekununda müəllim soruşur ki, tərəvəz salatını düzgün hazırlamaq üçün hansı ardıcılığa əməl etməliyik? Şagirdlər də cavablandırırlar və bununla da dərs yekunlaşır. Mən yenə deyirəm, hamısını bir-bir oxuyub burada sizə vurğulamıram. Ümumi mahiyyətini deyirəm, burada da özünüz baxıb oxuyub və buna əsasən də icmal hazırlaya bilərsiniz. Üçüncü mövzumuz süni və sintetik liflərdən parçalar. Emal texnologiyalarını izah eləyir. Birinci məzmun xəttinin, birinci əsas standartın, birinci altı standartı və emal prosesində iş ardıcılığını müəyyən eləyir. Məqsədimiz nədir? Şagird təbii və kimyəvi lifləri fərqləndirir. Süni və sintetik lif anlayışlarını izah edir. Düzdür, mən burada çox vermişəm. 2-3 dənə götürsəniz kifayət edir. Geyim seçərkən parçanın lif tərkibinin əhəmiyyətini izah edir və s. Kimya ilə əlaqələndirirəm kimyəvi maddələr və polimerlərə görə. Biologiya ilə əlaqələndirirəm təbii və süni mənşəli materiallara görə. Həyat bilgisi ilə əlaqələndirirəm geyim seçimi və düzgün qulluğa görə. Azərbaycan dili ilə əlaqələndirirəm məlumatın ardıcıl təqdim edilməsinə görə. İş formaları da həmişə kimi kolleksiya, qrup, cüt, fərdi, hansını istəsəniz deyə bilərsiniz. Hansından istifadə eləsəniz əlbəttə ki. İş suları, beyin həmləsi, bibö, müzakirə, problemi situasiyası, mübahisə, mikrofon və s. Resurslarımız dərsliyi, təbii və süni sintetik parça nümunələri, lif şəkilləri, iş vərəqləri, interaktiv lövhə, söz kartları və s. Motivasiyada müəllim şagirdlərə 3 müxtəlif parça nümunəsi göstərir. Pambıq, viskoz və poliester. Bu parçaların hamısı təbiətdə hazır lif şəklində əldə olunurmu? Bəs insan tərəfindən kimyəvi üsulla hazırlanan liflər hansı liflərdir? Şagirdlər fikirlərini bildirir, beləliklə mövzuya keçid olmuş olur. Yəni, əsas odur, mövzuya keçək. Deməli, tədqiqat sualına istiqamətləndik ki, süni və sintetik liflər necə hazırlanır və onlardan alınan parçalar hansı xüsusiyyətlərə malikdir? Öyrənmə fəaliyyətində lifləri təsnif edirik, süni lif nədir sualına cavab axtarırıq, viskoz parçanın xüsusiyyətlərini öyrənirik, sintetik lif nədir onu araşdırırıq, elastan nədir, süni və sintetik lifləri müqayisə edirik, kimyəvi liflərin hazırlanma ardıcılığını öyrənirik, problem situasiyası yaradıran müəllim 2 geyimi nümayiş etdirir, həmən onlar nümunə olaraq göstərir ki, birinci geyim 100% pambıqdır, ikinci geyim pambıq elastandır, soruşur. İkinci geyim nə üçün daha elastik və elastik ola bilər? Gözlənilən cavab tərkibində elastan olduğu üçün. Sonra soruşur. Deməli, geyim alarkən parçanın hansı rənginə baxmaq kifayətdir? Baxmaq lazımdır. Parçanın lif tərkibi, xassələri və istifadə qulluğa. Parçanı tanı öyrənmə fəaliyyətinə baxırıq, səhvi tap öyrənmə fəaliyyətinə baxırıq, qrup işinə baxırıq, 4 qrupa bölürəm, süni liflər, sintetik liflər, texnoloji ardıcıllıq və müqayisə. Və refleksiyada da mikrofon iş üsulundan 3-2-1-dən istifadə edirəm. 3 kimyəvi lif nümunəsi, süni və sintetik lif arasındakı fərq,
kimyəvi liflərin hazırlanmasında bir əsas mərhələni şagirdlərdən istəyirəm və 4 mərhələdə qiymətləndirirəm və hər birinə konstruktiv rəyi unutmayın. Ki, məsələn, 3-cü səviyyədə konstruktiv rəy olaraq liflərin hazırlanma ardıcıllığını və əsas xüsusiyyətlərini düzgün izah edirsən. İndi həmin xüsusiyyətləri geyimlərin istifadə sahələri ilə əlaqələndirməyə çalış. Düzdür, bunu icmalda elə vermirlər konstruktiv rəyi. Sadəcə orada soruşurlar, müsahibədə soruşurlar ki, sən bunu 4 səviyyədə verdin, bəs sən buna şagirdə necə konstruktiv rəy verərsən? Orada mütləq bunları vurğulamaq lazım. Yəni, çox önəm verirlər bu konstruktiv rəyə. Demək olar ki, 99% hər kəsə sual verilir ki, icmalında necə konstruktiv rəy verərsən? Yəni, necə istiqamətləndirici rəy verərsən ki, şagird müsbətə doğru irəliləsin. Və dərsin yekununda müəllim süni və sintetik liflər arasındakı əsas fərqi soruşur, şagirdlərdən cavab alıb dərsi yekunlaşdırır. Və 4-cü icmalımız, sonra 5-ci icmala keçirik. 4-cü icmalımız muncuqla naxış tikmə texnologiyası. Standartımızı qeyd eləmişik. Avtomat və yarım avtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir. Yəni, 1-2 dənə standart kifayət edir. Məqsədimiz də muncuqla naxış tikmə anlayışını izah edir, iynə qabağa tikiş üsulundan istifadə edir, sadə muncuq naxışı hazırlayır və s. Təsvirin incəsənətlə əlaqələndiririk, rəng və ornament uyğunluğu, riyaziyyatla əlaqələndiririk, simmetriya, ölçü ardıcıllıq, Azərbaycan dilindən əlaqələndiririk, iş prosesinin ardıcıl izahı və həyat bilgisindən əmək və təhlükəsizlik mədəniyyəti. İş forması həmişəki kimi, iş üsulu da demək olar ki, yəni özünüz də əlavələrinizi eləyə bilərsiniz. Resurslarımız müxtəlif rəngli muncuqlar, nazik iynə, sap, monosap, kanva və s. Motivasiyamızda müəllim muncuqla bəzədilmiş bir neçə məmulatın şəklini göstərir. Çanta, geyim, qolbaq, dekorativ parça. Bu məmulatın üzərindəki naxışlar hansı materiallardan hazırlanır? Kiçik muncuqlardan düzgün və sərgərli naxış yaratmaq üçün hansı ardıcılığa əməl etməliyik? Gözlənilən cavab muncuqdan. Yəni, mövzunun adını biz elə formada deməliyik ki, şagirddən həmən mövzunun adını cavab kimi alaq. Sualı ilə verməliyik ki, mövzunun adı onun içində olsun və uşaqlardan onu cavab olaraq əldə edək. Və mövzuya keçid edirik. Tədqiqat sualında muncuqla naxış tikmə texnologiyası nədən ibarətdir? Sualı ortaya çıxır. Öyrənmə fəaliyyətində muncuqla naxış tikmə nədir istiqamətinə gedirik? Hansı material və alətlər lazımdır? Axtarışına gedirik. Naxışın seçilməsi, iş yerinin təşkili, sapın parça əsasa bərkidilməsi, iynə qabağa tikiş üsulundan necə istifadə olunmalıdır, muncuqla naxış tikmənin ümumi ardıcıllığı istənilir. Problem situasiyasında müəllim 2 iş nümunəsi göstərir. Birinci nümunədə muncuqlar eyni istiqamətdə və bərabər məsafədə tikilir. İkinci nümunədə muncuqlar qarışıq istiqamətdə və müxtəlif məsafədə tikilir. Soruşur, hansı iş daha səliqəli görünür və nə üçün muncuqlar bərabər yerləşdirilməlidir, tikmə istiqaməti qorunmalıdır və s. Yəni, bu öyrənmə fəaliyyətləri mütləqdir. Demirəm hamısından istifadə edin. 2-3-dən istifadə eləsəz kifayət edir. Təhlükəsizlik qaydaları nəzərlərinə çatdırılır. Praktik iş olaraq sadə muncuq naxışının ardıcıllığı mərhələlərlə şagirdə çatdırılır. Səhvi tap öyrənmə fəaliyyəti vurğulanır. Qrup işindən istifadə burada yer almış olur. Qrup işindən 1 dəqiqə. 4 qrupa bölürəm. Alətlər, materiallar, texnoloji ardıcıllıq, keyfiyyət, təhlükəsizlik adı altında qruplara bölüb iş tapşırıram. Refleksiyada da mikrofon 3-2-1-dən mən özüm istifadə edirəm. Çünki yeni iş üsuludur. Sizlər də əlavə eləyə bilərsiniz. Muncuqla tikmə üçün 3 material və alət, 2 təhlükəsizlik qaydası, naxış tikmənin bir əsas ardıcıllığını istəyirəm 3-2-1 üsulunda. Mikrofonda muncuqla naxış tikmək üçün işə başlamazdan əvvəl kimi suallar verib, cümlələr verib tamamlamanı şagirdlərə tapşıraram. Qiymətləndirməni də 4 səviyyədə yenə apararıq. Məsələn, 1-ci səviyyədə konstruktiv rəy olaraq nə verə bilərəm? Yəni, səviyyənin, belə deyim də, meyarları hər kəs bilir, amma konstruktiv rəy hər kəs verə bilmir. Əsas material və alətləri tanıya bilirsən. İndi onların hansı məqsədlə istifadə edildiyini izah eləməyə çalış. Yəni, adını bilirsən, tanıyırsan. Amma izah eləyəmsən də, indi çalış biraz da onun üzərində işlə. Məsələn, 2-ci səviyyədə iş ardıcılığını düzgün müəyyən edirsən. İndi muncuqların bərabər məsafədə və eyni istiqamətdə yerləşdirilməsinə daha çox diqqət elə deyə istiqamət verirəm. Və dərsin yekununda da müəllim soruşur ki, muncuqla naxış tikmədə keyfiyyətli nəticə əldə etmək üçün nələr diqqət
diqqət etməliyik. Şagirdlər də deyir ki, düzgün naxış və rəng seçməli, iş ardıcılığına əməl etməli, muncuqlarla bərabər yerləşdirməli və s. Keçək 5-ci icmalımıza qara metalların səthlərinin bəzədilmə texnologiyası. Standartımız qeyd olunub, materialları müxtəlif olan detallardan məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir. Məqsədimiz sadə metal nümunəsinin səthini bəzəmək üçün uyğun üsul seçir, laklama və rəngləmə üsulları fərqləndirilir, hazırlanmış səthin keyfiyyəti qiymətləndirilir və s. İnteqrasiyamız kimya ilə metallar, korroziv oksidləşmə, təsvir incəsənətlə rəng və estetik tərtibat, fizika ilə metal səthlərinin fiziki xüsusiyyətləri, həyat bilgisi ilə təhlükəsiz əmək fəaliyyəti. İş formamız bəllidir, iş üsullarımız da bəllidir, bayaq vurğuladığım kimi, yəni özünüz də əlavələrinizi eləyə bilərsiniz. Resurslarımız qara metal nümunələri, məngənə, yeyə dəsti, sumbata kağızı və s. Motivasiyamızda müəllim 2 metalın nümunə göstərir. Birinci nümunədə paslanmış kobud və rəngsiz metal səthidir. İkinci nümunədə təmizlənmiş, cilalanmış və rənglənmiş metal səthidir. Müəllim soruşur ki, bu iki metal səthi arasında hansı fərqləri görürsünüz? Sonra metal məmulatı nə üçün yalnız hazırlamaq yox, həm də onun səthini bəzəmək lazımdır. Şagirdlərin cavabı dinlənir və tədqiqat sualı ortaya çıxır ki, qara metalın səthini hansı üsullarla bəzəmək və korroziyadan qorumaq olar? Öyrənmə fəaliyyətində metal səthinin bəzədilməsi nədə araşdırılır? Qara metal nədə araşdırılır? Qara metalların səthinin bəzədilmə üsulları nədə araşdırılır? Səthin və kənarların təmizlənməsi üzrə şagirdlərə iş tapşırılır. Cilalanma, laklama, rəngləmə, problem situasiyası müəyyən olunur. Oksidləşmə, rifləmə, aşınma, hansı üsulu seçərdir? Məsələn, metal səth kobuddur. Bunda cilalamadan istifadə eləyərdim. Səthdə müəyyən naxışlar yaradılmada, aşınmadan istifadə eləyərdim. Yəni, öyrənmə fəaliyyətləri fərqlidir. Hansını istəsəniz istifadə eləyə bilərsiniz. Təhlükəsizlik qaydaları nəzərə alınır. Praktik iş, qara metal səthinin lak və ya boya ilə bəzədilməsi vurğulanır. Səhvi tap, öyrənmə fəaliyyəti, qrup işi, məsələn, 4 qrupa bölüləm, səthin hazırlanması, rəngləmə, laklama, dekorativ üsullar, təhlükəsizlik. Və refleksiyada da mikrofon 3-2-1 üsulundan istifadə edirəm. Məsələn, metal səthin bəzədilməsi, korroziya, rifləmə, aşınma, boşluq qoyuruq, şagirdlər özü doldurur. Qiymətləndirməni 4 səviyyədə aparırıq, həmçində konstruktiv rəylərimiz verilir. Məsələn, 3-cü səviyyədə konstruktiv rəy olaraq texnoloji ardıcılığı, yəni səviyyəni çox adam bilirik, ona görə hər dəfə oxumuram onu. Özünüz bilirsiniz ki, 4 səviyyədədir. Amma əsasən konstruktiv rəy önəmlidir ki, texnoloji ardıcılığı düzgün tətbiq edir və təhlükəsiz işləyirsən. Səthin hamarlığına, örtüyün bərabərliyinə və ümumi estetik görünüşünə daha çox diqqət yetir deyə müəllim istiqamət verir və dərsin sonunda müəllim soruşur ki, qara metal səthinin bəzədilməsi nə üçün aparılır və hansı üsullardan istifadə olunur? Şagirdlər də cavab verir ki, qara metal səthinin bəzədilməsi məmulatın səthini hamarlaşdırmaq, xarici görünüşünü yaxşılaşdırmaq və korroziya davamlılığını artırmaq məqsədilə aparılır. Belə, bu istiqamətdə götürüb özünüzə icmal hazırlaya bilərsiniz. Bu qədər uğurlar. Xeyrini görəsiniz.